Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə silsilə mövzusundan qəbula düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda aşağıdakı ardıcıllıqlardan hansı həndəsi silsilədir? Necə taparıq? Həndəsi silsilədə demişdik ki, eyni dəfə artır. Bir dənə fikir verin. 1-dən 4-ə 4 dəfə artıb. 4-dən 8-ə 2 dəfə. Bu deyil. Baxıram. 1-dən 5-də 1-dən -10-da 1 almaq üçün -2-də 1-ə vurmalıyıq. Bunu da -2-də 1-ə vuranda bizə 20-də 1 verir. 15-də 1 yox. Y-də birinci 2-yə bölüb, sonra 5-i də 2-yə böləndə 2 yox 2,5 alınmalı idi. Bu da səhvdir. B variantı -3-ə vurub, bir də -3-ə vuranda 27 alınardı, amma alınmayıb. D variantına baxın. 3-də 1. Deməli, vurublar 4-də 1-ə, yəni -4-də 1-ə, 12-də 1 alınması üçün və bir də -4-də 1-ə vurublar 48-də 1 alınıb. Deməli, cavab D variantı imiş. Baxaq ikinci suala. Həndəsi silsiləsində B1, B2, B3, B4, B5 hasilini tapın. Buradan baxın nə edərik? B1 vur B11. Yazıram B1 vurulsun. B1 2 üstü 10. B11 açıram, bərabərdir. Köşdə 3 vurulsun. B1 vur 2 üstü 8. B1-lər getdi. Düzdür? 2 üstü 8-i də ataram sol tərəfə. Nə olar? B1 vurulsun. 2 üstü 10 böl 2 üstü 8 bərabərdir köşdə 3-ə. 2 üstü 8 2 üstü 10-dan gedər. Qalar nə? B1 2 kvadratı bərabərdir köşdə 3-ə. Deməlidir, B1 2 kvadratı nədir? B3. B3 də bərabər imiş köşdə 3-ə. B3 tapdıq köşdə 3. Deməli, bu neçə imiş? Bu köşdə 3 imiş. Getdik. Buradan istəsək hamısını açaq, ya da ki, qaydanı bilirik ki, bundan axırın B1, B5, B3-ün kvadratını verir. Mən elə hamısını açaram. B1, B1 2, B1 2 kvadratı, B1 2 kubu, B1 2 üstü 4 bərabərdir. B1 üstü 5, 2 üstü 10 elədir 2, 2 kvadratı 2 kubu, 2 üstü 4 bizə 10 verdi. 5-i ortaq çıxarsaq B1 2 kvadratı üstü 5, bu da bizə verdi B3 üstü 5. B3 üstü 5, B3-də köşdə 3 tapmışdıq, köşdə 3 üstü 5. Köşdə 3 üstü 5 neçədir? Deməli, bunu yazaram neçə? Köşdə 3 vur, köşdə 3 üstü 4. Bu deyilgər köşdə 3 vurulsun, 3 üstü 4. Bundan bu gedər, 2 qalar, 3-ün kvadrat deyilgər 9. 9 köşdə 3. Cavab B variantı. Baxaq 3-cü suala. Ədədi silsilədə silsilənin ikinci həddin A2-ni istəyir bizdən. Deməli, bunu açaram. Bunu açsaq, buradan vərəq açım. A8-in 3-cü sualda bizə nə deyir? Deyir ki, birbaşa açıb yazıram. A8 çıx A2 vurulsun A8 plus A2 bərabərdir 912. Bir də A5 19 var əlimizdə. Buradan sonra nə edərik? A8 üstəlik A12. A8 üstəlik A2 bağışlayın. Buradan birbaşa 2A5 yaza bilərəm bunun yerinə. Çünki bu ikisinin cəmi 10 verir. O bizə 2A5 verər. Ya da ki, açıb yazarıq. Fərq eləmir. Nə cür əvəz istəsə. A8 çıx A2-ni yazıram. A1 üstəgəl 7D çıx A1 üstəgəl D. Mötərizdə yazaram. Onun əvəzinə birbaşa çıx yazıram. Çıx D vurulsun A1 üstəgəl 7D üstəgəl A1 üstəgəl D bərabərdir 912-yə. Buradan A1-lər gedər. 7D-dən bir dənəsini çıxanda bizə verəcək 6D vurulsun. A1 üstəgəl 7D üstəgəl A1 üstəgəl D bizə nə verər? 2A1 üstəgəl 8D bərabərdir 912-yə. Buradan da 6-nı sağ tərəfə atıram. D vurulsun. Deməli, ya da atarıq birazdan. Biz nə edək? 2-ni çıxardıq ortaq. 6 vur, 2 vur, D vur. A1 üstəgəl 5D. A1 üstəgəl 4D bərabərdir 912-yə. Buradan da 6 vur 2, 12 vur D. A1 üstəgəl 4D nə idi? A5 bərabər 912-yə. A5-in yerinə də 19 yazıram. 12 vur, D vur 19 bərabər 912-yə. D də bərabər 912 böl 12.
Bir də burada 19. Bu bizə nə verəcək? Deməli 912 ilə 12-ni ixtisar aparsaq, deməli neçə eləyər? Axırı 1, 900-ün içində 12 neçə dəfə düşür? Deməli 151 eləyər yəqin ki. 161 mi eləyir ya 151? Deməli 151, 171 də ola bilər. 171 böl 19 və 912. Belə buradan yazım da bu formada. 912, 12-ni vuranda 30-a, 50-yə, 50, 75, 76. 76. 76-nı 19-a böləndə 4 dəfə. D-ni tapdıq 4. 912-ni 12-yə böləndə 76 dəfə düşür. 76-nı da 19-a böləndə 4 dəfə. D neçə elədi? 4. D 4-dür. A5 də 19 bizdən A2-ni istəyir. A5 bərabərdir yazıram A2 üstə gəl 3D. Buradan da A5 neçədir? 19 bərabər A2 üstə gəl 3 vur 4. 3 vur 4 neçədir? 12. 12-ni ataram sol tərəfə. A2 bərabərdir. 19 çıx 12. 7. Cavab A variantı. 3-dən sonra 4-cü suala baxaq. 4-də rahat sualdır. Ədədi silsiləsində ilk n həddin cəmi SN düsturu ilə hesablanır. A8-i tapın. Gəlin tapaq. Deməli, SN düsturunu verib. A8 nədir? A8 bərabərdir. S8 çıx S7. Getdik. S8 bərabərdir. Bu düsturunu hesablayanda 2 vur, 8 vur, 8 plus 1. Yəni 16 vur 9. S7 isə bərabərdir. 2 vur, 7 vur, 7 plus 1 eləyər 14 vur 8. Deməli, bunların bizdən fərqini, yəni A8 istəyir. A8 16 vur 9, çıx 14 vur 8. Bunu hesablaya da bilərik, ya da ortaq da çıxara bilərəm. 16, 8, 8-i ortaq çıxaranda 8 vur olsun. 2 vur 9, çıx 14. Bu da eləyər 8 vur. Bu 18 çıx 14, 4, 8 vur 4, 32. Ya da elə vurub hesablayardım. 16-nı 9-a vuranda 144, 14-ü də 8-ə vuranda eləyir 112. 144-dən də 112 çıxanda elədi 32. Növbəti sual, baxaq 5-ci suala. Ardıcıllıqlar üçün uyğunluğu müəyyən edin. Deməli, baxın, bu xətti funksiyaya oxşayır. Bu ədədi silsilədir. Bu üstü funksiyaya oxşayır. Yalnız üst var, həndəsi silsilədir. Bu isə heç biri. Deməli, nə ədədi, nə həndəsi. Buna yazıram A. Silsilə fərqi 3-dür, buna baxaram. Ədədi silsilədir, bura C. Həndəsi silsilədir, bura D. Deməli, 2 vur 3 üstü n. Yəni, bu üstü funksiya olduğuna görə, üstü funksiya formasında olarsa, qırağında da plus minus ədədlər olmasa, məsələn, plus 5 falan olmasa, bu 100% həndəsidir. Gəldik, deməli, C də getdi, D də getdi. Qaldı B ilə Y. Baxıram ki, B-yə. Silsilə fərqi 3-dür, əlbəttə bunu yoxlayaram. A1. A1 neçədir? 6 üstəyəl 5 bölü 2. Yəni 11 bölü 2, 5 onda 5. A2. A2 neçədir? 6 vur 2 üstə gəl 5 bölü 2. Eləyər A2-də 12 üstə 5, 17 bölü 2-də. 17-ni də 2-yə bölündə eləyər 8 onda 5. Silsilə fərqi neçə imiş? Həqiqətən də 3 imiş. 1-ə C ilə B, C uyğun gəldi. B və C. Qaldı bir dənə Y. Silsilə vurğu 3-dür. Həqiqətən də bunun silsilə vurğu 3-dürmü? N-in yerinə 1 qoysaq, oldu 2 vur 3. A1, 6. A2 isə bərabərdir. 2 vur 3-ün kvadratı. Yəni 18. 6, 18 neçə dəfə böyüdü? 3 dəfə. Həqiqətən də silsilə vurğu 3 imiş. 3 əslində buradan da görmək olur. 5-dən sonra, demək, bura nə də uyğun gəldi? D-yə. 5-dən sonra 6-cı sual. Ən kiçik həddi 5,4-dür. Ən kiçik həddi 41-dir. Bunlardan nə edirik? Ən kiçik hədd. Hamısında ən kiçik hədd istəyir. Yəni, başqa bir şey yoxdur. Ən kiçik hədd üçün kvadrat mötərizənin mümkün ən kiçik qiymətlərini qoyacaq. Mümkün ən kiçik qiymət. Baxın, burada mən 5,3 sıra nömrəsinə qoya bilmərəm. Ona görə mümkün ədədlər nədir? Ya 5 qoyaram tam ədəd, ya da 6 qoyaram. Əgər 6 qoysam, bura böyük qiymət verər. Amma 5 qoysaq,
Yəni məsələn 6 qoyanda 6-ya uzaqda 0.7-nin kvadratı daha böyük olar. Ona görə 5.3-ə ən yaxın ədədi qoyaram 5. 5-dən çıxaram 5.3-ü. Mən 1-ə nə uyğun olar? 5 çıx 5.3. Yəni 0.3-ün kvadratı üstə gəl 5. 0.3-ün kvadratı 0.9. Üstünə də 5 gələndə 5.9. Bir 5.9-dur. Ən kiçik həddi 5.9-dur. C. Və ən kiçik həddin nömrəsi 5-dir. D variantı bir də uyğundur buna. Sonra gəldik 2-də. 2-də fikir versəz 5-ə yox 6-ya daha yaxındır. Onda 6 qoyaram. 2-də deməli 6 çıx 5 onda 8 neçə eləyir? 0.2-nin kvadratı üstə gəl 5. Eləyər 0.4 üstəyər 5 elədi 5.4. Ən kiçik həddi 5.4-dür. A. Ən kiçik həddin sıra nömrəsi 6-dır. A, Y. Deməli, A gedib, C gedib, D gedib, Y gedib, bir dənə B qalıb. B ən kiçik həddi 41-dir. O da ancaq elə buna uyğun olar. Bu da niyə? Burada kvadratda, yəni 5-ə yaxın bir ədəd qoymağın da mənası yoxdur. Nə edərəm? N-in ən kiçik qiymətini qoyaram. Çünki ortada plusdur. N-in ən kiçiyi nəsə qoymaq olur? 1. 1 üstəyəl 5, 6. 6-nın kvadratı üstəyəl 5, 36 üstəyəl 5, elədi 41. Elə burada da onu deyirdi. Ən kiçik həddi 41-dir. Keçək 7-ci sualla. Deməli, ədədi silsilədə çox bəsit bir sualdır. A6-ın verib, A6-ın verib, D-ni verib, A1-i tapın deyir. Gəlin tapaq. A6 bərabərdir, A1 üstəyəl 5-dir, bərabərdir mənfi 10-a. A1 üstə gəl 5-dir, 5 vur mənfi 4 bərabərdir mənfi 10-a. A1 üstə gəl, daha doğrusu çıx 20 bərabər mənfi 10-a. A1 bərabərdir mənfi 10 üstə gəl 20-yə. Bu deyir A1 bərabərdir 10-a. Cavab B variantı. Baxaq 8-ci suala. 8-də 1-1-dən başlayaraq ən az neçə ardıcıl natural ədəd götürmək lazımdır ki, onların cəmi 120-dən böyük olsun. Baxıram ilk həddimə. Baxın, burada 1-dən başlayıram, düzdürmü? Yazıram 1, 2, 3, 4, nöqtə, AN. Cəmi neçə olsun bunların? 120-dən böyük. Getdik. Birinci həddimiz 1. D-miz 1. Deyir, neçənci hədd? Din cəmi. Yəni, SM böyükdür 120. SM-in açılışı 2A1 üstə gəl N çıx 1. D bölü 2 vur N böyükdür 120-dən. Getdik. A1-in yerinə 1 yazıram. D-nin də yerinə 1 yazıram. Onlar nə? 2 üstə gəl N çıx 1 bölü 2 vur N böyükdür 120-dən. Buradan da 2 çıx 1. Nə oldu? N plus 1 vur N bölü 2 böyükdür 120-dən. Hər tərəfi 2-yə vuraram. Eləyər N plus 1 vur N böyükdür 240-dan. Bunu da vurub atsam N kvadratı üstə gəl N çıx 240 böyükdür 0-dan. N1 üstə N2 bərabərdir mənfi 1. N1 vur N2 də bərabərdir mənfi 240. Bu hansı ədədlərdir? Toplayanda mənfi 1 vuranda mənfi 240 eləsin. 15 ilə mənfi 16. Mənfi 16 və müsbət 15. Deməli, biz kökləri tapdıq. Bərabərsizlikdə axı bu. İntervalda qeyd edərik. Qeyd edirəm, içi boş mənfi 16, içi boş 15. Buradan müsbət, mənfi, müsbət. Bizə hansı aralıq lazımdır? Deməli, müsbət aralıq. Yəni, bu hissə. Birdən ən az neçə ardıcıl natural ədəd. Yəni 15-dən böyük eni tapaq. 15-dən böyük olacaq. Sağ tərəf 16. Mənfi ədəd götürməliyik. Bu hissəni seçməliyik. Cavab oldu 16. Y variantı. Baxaq 9-cu suala. 9-da deyir, hədlərinin sayı cüt olan sonluğu həndəsi silsilənin cüt yerdə duran hədlərinin cəmi 30. Silsilə vurğu 3 olarsa, silsilənin bütün hədlərinin cəmini tapın. Deməli, Q neçədir? 3. Cüt yerdə duranlar. Gəlin B götürək. B2, B4, B6, B8, belə gedəcək. Bunların axırıncını da yazıram BN. Cüt yerdə duranların cəmi neçədir? 30. Yəni, biz burada nə edəyək? Baxıram ki, silsilənin bütün hədlərinin cəmini tapın deyir. Gedək tapaq. Bizə nə lazımdır? Cüt var. Tək yerdə duranları da bilsək, cavabımız çıxar. Düzdürmü? Mən də ona görə nə edirəm? Tək yerdə duranlar nədir? B1 üstə gəl, B3 üstə gəl, B5 üstə gəl.
B nöqtə B n çıx 1 bərabərdir sual. Bu nətər tapaq? Gəlin belə eləyək. B2-ni açaram. B2-ni necə açaram? B1 Q üstə gəl. B1 Q kubu üstə gəl. B1 Q üstü 5 üstə gəl. Nöqtə B1 Q üstü n çıx 1. Fikir verin. Buradan hamısından Q'nun birini çıxarsaq, yəni hər tərəfdən Q'nun birini çıxarsaq bizdən nə verəcək? Bu hissəni yazıram. Buradan el aşağıdan. Q'nu götürəndə qalır nə? B1 üstə gəl B1 Q kvadratı üstə gəl B1 Q üstü 4 üstə gəl B1 nöqtə B1 Q üstü n çıx 2. Bir dənə Q götürdüm axı. Bərabər neçəyə? 30'dur da. Q neçədir? Q də 3'dür. İndi 30'u da 3'ə bölərəm. Elə mən bunu taparam. Baxın. B1 Q kvadratı B3'dür. B1 Q üstü 4 B5'dir. N çıx 1-də elə budur. 30'u da 3'ə bölərəm. Eləyər 10. Düzdür? Mən tapdım ki, tək yerdə duranların hasili 10, cüt yerdə duranların cəmi, bağışlayın, tək yerdə duranların cəmi 10, cüt yerdə duranların cəmi 30, hamısının cəmi 30 üstəgəl 10 eləyər 40. D variantı. Baxaq növbəti 10-cu sualımıza. Onda B5'i verib, B7'ni verib silsilə vurğunu tapın. Çox bəsit bir sualdır. Neyniyək? B5 var əlimizdə 18, B7. B7 bərabərdir yazıram B5 vur Q kvadratı. Yəni bərabərdir 72'yə. 18 vur Q kvadratı bərabər 72'yə. Q kvadratı bərabər 72 bölü 18 4. Q də bərabər müsbət mənfi 2. Cavab B variantı. Baxaq 11-ci suala. Həndəsi silsilə əmələ gətirən 3 ədədin hasili 216'dır. Deməli, həndəsi silsilə əmələ gətirən 3 ədədin hasili 216'dır. Ədəd ortası 26 bölü 3 olarsa, bu ədədlərin ən böyüyünü tapın. Gəlin tapaq. Hasili 216'dırsa, B1 vur, B1 Q vur, B1 Q kvadratı bərabərdir 216. B1 kubu Q kubu bərabər 216. B1 Q kubu bərabər 216. B1 Q də bərabərdir. Nəyin kubu? Bizə 216 verir. 6'nın deməli B2 6 imiş. B2 neçəymiş? 6 imiş. OSB-yə də düşünə bilirik ki, bununla bunun hasili ortadakının kvadratını verir deyə bizdə nə oldu? B1, B2, B3. B1, B3, B2 verəcək. B2 üstü 3 216 idi. B2 də 6 olardı. Yəni qısa da getmək olardı. Bu ədədlərin demək ədəd ortası neçədir? B1 üstə gəl, B2 üstə gəl, B3 bölünsün 3 bərabərdir 26 böl 3'ə. 3'lər getdi. Demək bunların cəmi də 26 imiş. Baxıram B2'yə. B2 də 6'dır. Onda nə olur? B1 üstə gəl, B3 də bərabərdir 26 çıx 6, yəni 20 qalacaq. Tapdıq B1 ilə B3-ün cəmi də 20'dir. Bu ədədlərdən ən böyüyün B deyimdir. Bura qədər gəlmişsiniz, balaca diqqətli olub bunun cavabını tapa bilərsiniz. Bir də vaxt itirməyək. Bu ədədlərin ən böyüyü, baxın, ədədlər neçədir? 2, 6, 18. Biraz diqqətlə baxan kimi tapmaq olur. Yəni 3'ə vura gedirib də ya 3 olar, ya 2 olar. Belə yoxlayarsınız, hansı tutar, onu seçərsiniz. Ədədlərdən böyüyü də neçədir? 18. Hə, keçək indi bunun həllinə. Həlli necə olardı bəzi? Yazıram B1 üstə gəl, B3'ü yazıram B1 Q kvadratı bərabərdir 20'yə. Buradan da B1'i ortaq çıxardıram. B1 üstə gəl, B1 vurulsun. 1 üstəyə Q kvadratı bərabərdir 20'yə. Getdim. Bundan sonra nə edərəm? B2 6'dır. Yəni B1 vur Q bərabərdir 6'ya. Buradan da mən B1'in yerinə elə Q qoyaram. B1 vurulsun. B1 vurulsun. Daha doğrusu B1 bərabərdir 6 böl Q'ya. B1'in yerinə də bunu yazaram. B1 bərabərdir 6 böl Q vurulsun. 1 üstəyə Q kvadratı bərabərdir 20'yə. Buradan da hər tərəfi Q'ya vuraram. Q'ya vursam nə olar? Bu Q ilə bu gedər. Onlar nə? 6 vur 1, 6 üstəyə 6 Q kvadratı bərabərdir 20 Q'ya. Sonra bunları yığaram sol tərəfə. 6 Q'nun kvadratı. Çıx 20 Q üstə gəl 6 bərabər 0'a. Hər tərəfi 2'yə bölərəm. 3 Q kvadratı çıx 10 Q
üstəcə 3 bərabərdir 0-a. Buradan sonra da gedərəm nə ilə? Diskriminantla. D bərabərdir. Ortadakının kvadratı çıx 4AC. Yəni 100 çıxılsın 36 elədi 64. Diskriminant 64-dür. Q1 bərabərdir. Deməli neçə? Mənfi B plus kök altında diskriminant bölünsün 2A. Yəni 10 üstə gəl 8 böl 6, yəni 3. Ya da Q2 bərabərdir. 10 üstə gəl 10 çıxılsın kökdə 64 böl 2 vur 3. Yəni 10 çıx 8 bölünsün 6. Yəni 6-da 2, 3-də 1. Q ya 3-dür, ya da 3-də 1-dir. Buradan da ədədlərdən böyüyünü tapın deyir. B2 neçə idi? B2 6 idi. İndi məsələn Q-ni 3 götürsək, onda B3 olar 18, B1 olar 2. Əgər Q-ni 3-də 1 götürsək, onda nə olardı? Onda da Q 3-də 1-dirsə, qabağa gedəndə olardı B3 2, B1 də bərabərdir 3-də 1-ə bölsək 6-nı verərdi 18. Deməli, bizdən onsuz nə edir? Nə istəyir? Bunlardan böyüyün istəyir, tapdıq. Yəni, belə uzadıb da tapa bilərdik. Ya da elə burada qısa bir başa da yerinə qoyub çıxardardıq. 11-dən sonra baxaq 12-ci suala. Sonsuz azalan həndəsi silsilənin birinci həddi özündən sonraki bütün hədlərin cəmindən 8 dəfə böyük olarsa silsilə vurğunu tapın. Getdik. Deməli, sonsuz azalan həndəsi silsilənin birinci həddi. B1, B1Q, B1, B2, B3, B4 bu formada gedir sonsuz azalan həndəsi silsilə. İndi deyir, bütün hədlərinin, özündən sonraki bütün hədlərin cəmindən 8 dəfə böyük olarsa. Özündən sonraki bütün hədlərin cəmindən B1 nədir? 8 dəfə böyük. Ona görə nə yazıram? Bunu özü sonsuz azalan həndəsi silsilə götürürəm. B2-dən başlayaraq. Onda nə olar? Sonsuzluğun düsturu nə idi normalda? B1 bölünsün 1 çıx Q. Amma diqqətli olaq, burada B1 böl 1 çıx Q yazmaram. Niyə? Mən 2-dən başlayıram. 2-dən başlayıramsa yazıram B2 bölünsün 1 çıx Q. Deyir 2-dən başlayaraq olanların cəmi, yəni B1 bunların cəmindən 8 dəfə böyükdür. Yəni bunların deməli sonsuzluğu tapıram B1-dən sonra. Yəni B2 bölünsün 1 çıx Q. 8-ə vursam nə olar? B1-ə bərabər olar. B1 özündən sonrakıların bu cəmindən 8 dəfə böyükdür. Getdik. Buradan da nə edərəm? B2-nin yerinə yazıram. B1Q vur 8 böl 1 çıx Q bərabərdir B1-ə. Hər tərəfdə B1 var. B1-lərə, hər tərəfi B1-ə bölsəm burada 1 qalar. Nə oldu? Məxrəcdən bir atıb çarpaz eləyəndə də 1 çıx Q bərabərdir 8 Q-yə. Bu Q-ni atdım bu tərəfə. 1 bərabərdir 9 Q-yə. Q də bərabərdir 9-da 1-ə. Bizdən silsilə vurğu istəyir. Silsilə vurğu oldu 9-da 1. Y variantı. 12-dən sonra 13-cü suala baxaq. Stəkan su ilə doldurulub. Hər addımda stəkandakı suyun yarısı boşaldılır. Yarısı boşaldılırsa, deməli 2-də 1-ə vura-vura gediblər bu stəkanı. Q'si 2-də 1-dir. 14-cü addımdakı qalan su həndəsi silsilədir. Yarıya bölünə-bölünə, yəni dəfə azala-azala gedir deyə. Həndəsi silsilədir. 14-cü addım B14-dür. Qalan suyun miqdarı 8-ci addımda qalan suyun miqdarından neçə dəfə azdır? B14-ün B8-ə nisbətini istəyir. Getdik. B14 B1 Q üstü 13 bölünsün B1 Q üstü 7. B1-lər gedər. Q üstü 13 Q üstü 7-yə böləndə eləyər. Biz tərsinə yazdıq. 14-cü addımda stəkanda qalan suyun miqdarı 8-ci addımda qalan suyun miqdarından neçə dəfə az olar istəyir. Mən indi burada çoxaları tapacam. Q üstü 13 böl Q üstü 7 eləyər Q üstü 6. Q 2-də 1-dir. 2-də 1 üstü 6 elədi 32-də 1. Deməli, bunların nisbəti neçə elədi 32-də 1? B14-ün B8-ə nisbətini tapdım 32-də 1. Deməli, B8 32 dəfə çox imiş. D variantı. Baxaq 14-cü suala. 14-də deyir, ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-dur. Ardıcıl 100 natural ədəd A1, A2, A3, B nöqtə gedir. Axırıncısı neçə eləyər? A100. Bu ədədlərdən ən kiçik A1-dir, ən böyüyü A100-dür. Bunların cəmi 559 olarsa, ən kiçiyini tapın. Tapaq. A1 üstə gəl. A100 yazıram. A1 üstə 99 D bərabər 559. Ardıcıl natural ədəd deyir deyə D-si də 1-dir. Yəni 2A1 üstə 99 bərabər 559-a
2A1 bərabərdir 559 çıx 99 elgər 460 A1 də bərabərdir 230. Ən kiçik 230 imiş. Cavab B variantı. 14-dən sonra baxaq 15-ci suala. Həndəsi silsilədə B1, B4, B10 hasilini verib B3 vur B7-ni istəyir. Gəlin tapaq. Deməli, B1, B4, B10 hasili. B1 ilə işim yoxdur. B1 vurulsun. B4'ü yazıram. B1 Q kubu vurulsun. B1 Q üstü 9 bərabər 8-ə. B1, 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 B1'in kubu, Q kubu Q üstü 9 olar. Q üstü 12 bərabər 8-ə. Bu da bizə nə verir? B1 Q üstü 4. Dün kubu bərabərdir 8-ə. B1 Q üstü 4. B5'in kubu bərabər 8-ə. B5 də bərabərdir 2-yə. Olarsa B3 vur B7'ni tapın. Bunu da yazaq. B3 vur B7 də bərabərdir B1 Q kvadratı, B1 Q üstü 6, yəni B1'in kvadratı Q üstü 8, yəni B1 Q üstü 4'ün kvadratı bərabərdir B5'in kvadratı, yəni 2'nin kvadratı 4. Bu qədər. D variantı. 15'dən sonra baxaq 16-cı suala. Tənliyin həll edin. Bu tənliyi həll etmək üçün birinci dediyimdə bunu silsilə kimi həll edə bilərik. Ondan sonra silsiləsiz daha rahat yazmaq olar. Hamısını ortaq məxrəc neçə eləyər? 256. Biraz uzun çəkim. Hamısını ortaq məxrəc 256. Bunu vuraram 128-ə. Bunu 64-ə. Bunu 8-də 1 64-də 32-yə. 16'da 1'i 16'ya, sonra 8'ə, sonra 4'ə, sonra 2'yə, sonra 1'ə belə gedirəm ədədlərdə. Yəni ədədlərim nə oldu? 128 çıx 64, üstəyə 32, çıx 16, üstəyə 8, çıx 4, üstəyə 2, çıx 1. Bərabərdir x plus 1 bölü 256. 256'lar gedər və belə bir şey deyim də sizə. Yəni bunu dediyim kimi həndəsi silsilə kimi hesablamaq olardı sürətlə, amma eləmirəm. Onun əvəzinə 128 çıx 64, 64. Üstəyə 32 çıx 16, 16. 8 çıx 4, 4. 2 çıx 1, 1. Bərabər x plus 1. 64, 16. Biriləri tullayıram. Bu hissədə bizə verir 84. Cavab 84. Bu qədər. Sonra baxaq 17-ci suala. Ədədi silsiləsində A5 verilib. S13 bərabər 10S9 olarsa A7-ni tapın. Mən A5 əlimizdə var. A5 ilə işim yoxdur. Bir dənə bu hissəni açıram. S13 olan hissəni. 17-də. S13 bərabərdir. S13 nəyə bərabərdir? S13 bərabərdir 2A1 üstəgəl 12D bölü 2 vur 13 2A1 üstəgəl n çıx 1 bölü 2 vur n bərabərdir 10 dənə S9'a. S9'un yerinə nə yazaram? Yazaram 2A1 üstəgəl n çıx 1 yəni 8D bölü 2 vur n. N neçədir? S9'dan söhbət gedir deyə 9. Getdik. 2'ni ortaq çıxarıram. 2 vurulsun. A1 üstəgəl 6D bölü 2 vur 13 bərabərdir 10 vur. 2'ni ortaq çıxardaram. A1 üstəgəl 4D bölü 2 vur 9. Buradan da bu 2 ilə bu 2 getdi. Bu 2 ilə bu 2 getdi. A1 üstəgəl 6D'nin yerinə yazaram A7 vur 13 bərabərdir 10 vur. Bunun yerinə də A5 yazaram. 10 vur A5. A5 neçədir? 6,5 vur 9. A7 də bərabərdir. 10 vur 6,5 65 vur 9 böl bu 13. 13 ilə 65 ixtisar aparsaq bizə verəcək 5. 5'i də 9'a 45. Tapdıq. Cavab D variantı. Keçək 17-dən sonra 18-ci suala. 18-də ədədi silsilə üçün uyğunluğu müəyyən edin. A4 var, A9 var. Başlayaq bunun D-sin. S13'ə qədər var hətta. Birinci D tapaq. Sonra gedərik. Deməli, 18-də. Birincində verilənlərə görə D nəyə bərabərdir? D bərabərdir AN çıx AM böl N çıx M. Yəni, A4 çıx, daha doğrusu belə deyək də, A9 çıx A4
böl 9 sıx 4. A9 3 sıx 4 böl 5, yəni -5-də 1, yəni -0.2. D-ni tapdıq -0.2. -0.2. Cavab 1-ə C uyğun gəldi. C-ni silirəm. Baxıram ki, bu azalandı. A uyğun gəlməz. B, D də məntiqli gəlmir. 1-ə C ancaq uyğun gələr. Y uyğun gəlməz. 13, A13 18 olmaz, çünki azalır bu. A10 -2 ola bilməz, çünki 4-dən 9-a bir vahid dəyişib. Yəni bu o qədər A10 burada neçə eləyər? 3, 2,8. S13 də 156 o qədər böyük olmaz yəqin ki. Alınmasa onu yoxlayaram. 2-yə baxıram. 2-də A2 var, A6 var. D bərabərdir. A6 çıx A2 bölünsün 6 çıx 2. A6 -3 çıx -1 bölünsün 4. -3 çıx -1 eləyər. -2 böl 4. Cavab -2-də 1, yəni -0.5. Buna da uyğun gəldi. Deməli nə? D. Buna da Y uyğun gəldi. Yeni də silək. Deməli buradan -1, -3, -2 bunların arasındadır. Yəni -3 A10 ola bilməz. Bu da məntiqli deyil. Bunu da tulladım. Yəni buna B uyğun gəlməz. Nə qaldı? C gedib, Y gedib, D. Bu S13 156 müsbət ədəddir. Yəqin ki bu da olmaz. Baxıram A13 18 olmaz. 3-ə baxaq. Bir dənə bu S13-ü yoxlayaram yenə. 3-də nə deyir? Deməli A5. A5 10-dur, A9 da 14-dür. Getdik. 3-də D bərabərdir. A9 çıx A5 böl 9 çıx 5. 14 çıx 10 bölünsün 4. Yəni 1. D-si 1-dir. A5 10-dur. A9 14-dür. A10 -2 olmaz. A13 18 olarmı? Bəli, olar. A13. Niyə? A9 14-dür. A10 15-dir. A16. Yəni bu formada gedəcək. Elə birbaşa yazaram. A13 bərabərdir. A9 üstəgəl 4. Yəni 14 üstəgəl 4 18 verər. Yəni burada 3-ə də A uyğun gələr. A uyğun gələr. Bir də qaldı D variantı. Gəlin D-ni də yoxlayaq. S13 bərabərdir. 2A1 üstəgəl N çıx 1 D. Gəlin belə edək. Yazıram 2A1 üstəgəl N çıx 1 D böl 2 vur N. 2A1 üstəgəl 13 çıx 1. 12D. 12D. D-miz də neçədir? Onsuz D var əlimizdə. D-mizə baxaq. Burada tapmışdıq 1. 12 böl 2 vurulsun N. N də 13-dür. Bu da bərabərdir. 2A1, bu 2-nin ortası çıxaranda 2 vurulsun A1 üstəgəl 6 böl 2 vur 13. Hop, bundan bu getdi. Qaldı nə? A1 üstəgəl 6 vur 13. Bir dənə qaldı A1-i tapaq. A1-də gəlin A5-dən tapaq. A1, deməli A5 bərabərdir. A1 üstəgəl 4-dir. Bərabərdir 10-a. A1, D-miz 1 idi. 4 vur 1 bərabər 10-a. A1 bərabərdir 6-ya. A1-in yerinə də 6 yazıram. 6 üstəgəl 6 vur 13. 12 vur 13. Cavab eləyər 156. Hə, burada D uyğun gələr. Deməli 1C, 2Y, 3A, D. Baxaq 18-dən sonra 19-cu suala. Nə deyir bizə? A-yə nə dedi silsiləsində? Hə, çox bəsit bir sualdır. A6-nı istəyir. A6 bərabərdir. A1 üstəgəl 5D. Yəni 15 üstəgəl 5 vur 4. 15 üstəgəl 20, 35. C variantı. Baxaq 20-ci suala. B1-i verib ifadənin qiymətini istəyir. Getdik. Yuxarında buradan B9, birinci müxtəsər vurma ilə açaram. B9 çıx B1 bölünsün. B9 üstəgəl B1 bölünsün. B17. Buradan B17, B1 də əlimizdə var onsuz qiyməti. 4-dür. B17-ni də necə yazaq? Yazıram. B1 2 üstü 16 çıxılsın. B1. Bu da bərabərdir. Deməli, B1-i onsuz düzdür. Yerində yaza bilərik. B1 əlimizdə var. Mən nə edirəm? Buradan əslində yuxarını açmasaydıq bəlkə daha da yaxşı olardı. Heç yuxarını açmıram.
Yuxarını yazıram nə? B9-un yerinə B1 2 üstü 8-in kvadratı. Çıx B1-in kvadratı. B daha tez çıxacaq. Bayaqki formada da çıxardacaq, amma uzun olardı biraz. Bərabərdir. B1-in kvadratı 2 üstü 16 çıxılsın B1-in kvadratı bölünsün. B1 2 üstü 16 çıx B1. Yuxarıdan B1-in kvadratını götürərəm. Qalar nə? 2 üstü 16 çıx 1. Aşağıdan B1-i götürərəm. Qalar nə? 2 üstü 16 çıx 1. Hop getdilər. B1-in kvadratını da B1-ə böləndə qaldı B1 bərabərdir 4. Cavab B variantı. 20-dən sonra baxaq 21-ci suala. 21-də aynı ədədi silsiləsində A4 3 olarsa silsilə fərqinin hansı qiymətində A2 vur A5 hasili ən böyük qiymət alar. A4 3-dür, A2 vur A5. Deməli buradan nə edirəm? Baxıram ki, silsilə fərqinin hansı qiymətində. Yazıram nə? A4 bərabərdir A1 üstəyə 3D bərabərdir 3-ə. Keçirəm A2 vur A5-ə. A2-nin yerinə A1 vur D, A1 üstəyə D vurulsun. A1 üstə gəl. A5-in yerinə nə yazaram? A1 üstəyə 4D bərabərdir. Bizdən nə istəyir? Silsilə fərqinin hansı qiymətində? Silsilə fərqindən D-dən söhbət gedir. Yəni biz nə qaraq? Bu hissədə ancaq D yazıq. Silsilə fərqinin hansı qiymətində ifadəsi ən böyük qiymət alır. Bu D yazmalıyam. A1-in yerinə yazaram nə? 3 çıx 3D. A1 3 çıx 3D oldu axı. 3D-ni atdım sağa. A1-in yerinə yazıram 3 çıx 3D plus D vur. A1-in yerinə 3 çıx 3D plus 4D bərabərdir. Deməli 3 çıx 2D vurulsun. Burada da bizə bu D idi. 3 çıx 3 üstəyə D bərabərdir. Buradan da nə edirəm? 3 3-ə 9, 3-ü D-yə üstəyə 3D, mənfi 2D-ni 3D 3-ə vuranda çıx 6D, üstə gəl, daha doğrusu çıx 2D-nin kvadratı bərabərdir. Buradan sərgiyə salıram. Mənfi 2D-nin kvadratı çıx 3D, üstəyə 9 bərabərdir. Bu ifadənin ən böyük qiymət alar deyir. İfadənin ən böyük qiymətin, ən kiçik qiymətin tapılmasının 2-3 yolu var idi. Yollardan biri nə idi? Bu hansı funksiyaya oxşur? Kvadrat funksiyaya. Kvadrat funksiyanın ən böyük qiymət aldığı nöqtə istəyir. Yəni A-nın D-nin hansı qiymətində D-ni istəyir bizə. Biz bu D-nin ən böyük qiymətini tapardıq. Mənfi B böl 2A ilə. Mənfi B böl 2A ortadakının əksi 3 vurulsun. 2 vur mənfi 2. Cavab mənfi 4-də 3. C variantı. Və yaxud ifadə ən böyük qiymət alır. Ən böyük qiymətindən vaxt alır. Törəmənin 0-a bərabər olduğu qiymətlə. Törəməsini tapaq. Mənfi 4D çıx 3 bərabərdir 0-a. Mənfi 4D bərabərdir 3-ə. D də bərabərdir mənfi 4-də 3-ə. Bu formada tapa bilərik. Kvadrat mötərizə üsulu da var, amma o burada daha uzun olar. 21-də C variantı. Sonra 22-ci suala baxaq. 22-də bizdən B8 vur B19 hasilini tapın istəyir. Getdik. Nə qaracam? Baxıram ki, B5 vur B22, B10 vur B17, B8 vur B9. Bunların hamısının ortağı nədir? 27, 27, 27. Toplayanda 27 verir. 3 də bərabər olacaq. Baxın niyə? B5 vur B22 bərabərdir. B1 2 üstü 4 vur B1 2 üstü 21 bərabərdir. X kvadratı üstəyə 9x-ə. Yəni B1-in kvadratı 2 üstü 20 5 bərabər x kvadratı üstəyə 9x-ə. Bu 1. Aşağısını tapıram. B10 vur B17 bərabər nəyə? B1 vur 2 üstü 9 vur B1 vur 2 üstü 16 bərabərdir. X 12x üstəyə 10-a. B1 kvadratı 2 üstü 25 bərabər 10. 2x üstü 10-a. Bir də fikir verin. Bununla bu eyni şeydir axı. Elə bunları bərabərləşdirək. X kvadratı üstəyə 9x bərabər 12x üstəyə 10-a. X kvadratı üstəyə 9x çıx 12x çıx 10 bərabər 0-a. X kvadratı çıx 3x çıx 10 bərabər 0-a. X1 üstəyə x2 3-dür. X1 vur x2 də bərabərdir mənfi 10. Bu hansı ədədlərdir? 5 ilə mənfi 2 bizdən müsbət qiymət deyir. X müsbətdir. Bax bu şərtə görə 5-i götürdüm. İndi aparıb 5-i
görün nə edəcəm. 5 qaldı əlimdə. 5-i tapdım. Biraz da sağa çəkirəm bunu. B8 vur B19 istəyir. Bu da nəyə bərabərdir? B1 2 üstü 7, B1 2 üstü 18 bərabərdir. B1-in kvadratı 2 üstü 25-ə. Bax, nə də bunlara bərabərdir. Bayaqdan danışdıqlarımıza. X neçə idi? 5. 12 vur 5 üstə 10 elədi 70. Burada da yoxlasaz. X neçədir? 5. 5-in kvadratı üstə 9 vur 5 neçə eləyər? 70. Bu da neçə eləyər? 70. Cavab D variantı. Baxaq 23-cü suala. 23-də deyir, həndəsə silsiləsində BM plus 10-cu hədd 6 üstü 3-dəki olduqda hasilini tapın. Əslində çox bəsit bir sualdır. Biz bilirik ki, bu ortadakı hədd bərabərdir bunun qıraqdakı həddlərinin hasilinin kökaltına. Yəni belə deyək də biz BM plus 9 vur BM plus 11 bərabərdir BM plus 10-un kvadratına. Yəni buydu da qayda. B2-nin kvadratı bərabərdir B1 vur B3. Möhtəşəm. Buradan da BM plus 10 bu ikisidə nə verir? Onun kvadratı. Yəni BM plus 10 vurulsun. Bu ikisi də bizə verdi BM plus 10-un kvadratı. Onda nə olacaq? Ümumi BM plus 10-un kubu. BM plus 10-un yerinə 6 üstü 3-də 2 yazaram. Bunun da kubu. Bununla bu gedər. Qalar 6-ın kvadratı 36. Cavab Y variantı. Baxaq növbəti 24-cü suala. S16-nı istəyir bizdən. Baxıram buradan nə edirəm? A5, A7, A10, A12 nə varsa hamısını açaq. A1 üstə gəl. Vərəq açım. Vərəqlə yazaq. Deməli A1 üstə gəl A4D üstə gəl A1 üstə gəl 6D üstə gəl A1 üstə gəl 9D üstə gəl A1 üstə gəl 11D bərabərdir 64-də. Deməli neçə dənə A1 var? 4 dənə A1 üstə gəl 4D 6D 10 19 30. D bərabərdir 64-də. 2-ni ortaq çıxardaram. Qalar 2A1 üstə gəl 15D bərabərdir 64. 64-ü də 2-yə böldüm. Elədi 32. Buradan da S16-nı istəyir. S16 bərabərdir 2A1 üstə gəl n çıx 1D, yəni 15D bölü 2 vur n. Bu da bizə nə verər? Bu hissəsi 32-dir. 32 bölü 2 vuraq n. 16. 32-ni 2-yə 16. 16-nı da 16-ya vuranda eləyər 256. Cavab C variantı. Baxaq növbəti suala. 25-ci suala. Düstur ilə verilən ardıcıllığın 9-cu həddini tapın. Çox bəsit sualdır. 9-un kvadratı üstə köklü 9. 81 üstə köklü 9-dan da 3 çıxar. Eləyər 84. C variantı. Baxaq 26-cı suala. Artan həndəsə silsilənin birinci həddi 2-yə, ilk 3 həddinin cəmi 26-ya bərabər olarsa, bu silsilənin 4-cü həddini tapın. Gəlin tapaq. Deməli, nə deyir? Birinci hədd 2-dir. Həndəsi silsilədə. İlk 3 həddin cəmi də 26-dır. B1 üstəyəl, B2 üstəyəl, B3 də bərabərdir. 26-ya bərabər olarsa, bu silsilənin 4-cü həddini tapın. Yəni, B4-ü axtarırıq biz hal-hazırda. Baxıram, bu 2-dir. 2 üstəyəl, B2, B3, 26. Deməli, 2-ni ataram sağ tərəfə. Bunu da açaram bu formada. B1 Q üstə gəl B1 Q kvadratı bərabərdir. 26 çıx 2, 24. B1-in yerinə də 2-ni qoysaq. 2Q üstə gəl 2Q-nün kvadratı bərabər 24-də. 24-də atıram sol tərəfə. 2Q-nün kvadratı üstə gəl 2Q. Biraz da sərgiyə saldım bərabər 0-a. Hər tərəfi 2-yə böldüm. Q kvadratı üstə gəl Q çıx 12 bərabərdir 0-a. Tənliyin köklərinin cəmi -1, tənliyin köklərinin hasili isə -12 olarsa, bu ədədləri tapaq. Q1 bərabərdir -4, Q2 bərabərdir -3. Q-nü tapdıq 3, 4-cü həddən tapın deyir. 4-cü hədd nəyə bərabərdir? B4 bərabərdir B1 vur Q kubu. 2 vur Q neçədir? 3-ün kubu. Yəni 2 vur 27, cavab 54. C variantı. Baxaq 27-ci sualımıza. Birdən başlayaraq, bayaq bunun eynisini yazdıq. Birdən başlayaraq ən az neçə ardıcıl natural ədəd götürmək lazımdır. Ki onların cəmi 105-dən böyük olsun. Birdən başlayıramsa,
Deməli 1, 2, 3, 4 belə gedirəm. A1-in bərabərdir 1-ə. D bərabər natural ardıcıl dediyinə görə D-si 1-dir. 105-dən böyük olsun. SN-i tapacağıq. SN bərabərdir 2A1 üstə gəl N çıx 1 D böl 2 vur N böyükdür 105-dən. Deməli 2A1 1-dir. 2 üstə gəl D də 1-dir. N çıx 1 böl 2 vur N böyükdür 105-dən. 2 çıx 1 elədir. N plus 1 böl 2 vur N böyükdür 105-dən. Hər tərəfi 2-yə vuraram. Buranı 2-yə vursam bunlar gedər. Qalar N kvadratı üstə N böyükdür 105-dən. 105 atıram sol tərəfə. Onlar nə? Buradan yazıram. N kvadratı üstə gəl N çıx 105 böyükdür 0-dan. Köklərini tapaq. N1 üstə N2. 105-i 2-yə vurmadıq. Bağışlayın. Bax. Burada 105-i 2-yə vurandı 210. Burada oldu. Atdıq sol tərəfə çıx 210 böyükdür 0-dan. M1 üstə N2 bərabərdir -1. M1 vur N2 də bərabərdir 200 -210-a. Bu hansı ədədlərdir? 15 ilə 14. 15 və 14 bəli. M1 bərabərdir -15. N2 bərabərdir 14. Bunu da intervalda qeyd edəsək, birinci gəlir içi boş ödəmir bunlar. -15, sonra 14, plus, minus, plus. Mənə nə lazımdır? 0-dan böyük olan hissə. Bizdən də deyir, ən az neçə natural ədəd? Yəni 14-dən böyük ən kiçik ədəd axtaracağam. 15 eləyər. Sıra nömrəsi mənfi olmaz deyə bu hissəyə baxmaram. Baxaq 28-ci suala. 28-də deyir ədədi silsilənin ilk 10 həddinin cəmi 220-dən böyük, 260-dan isə kiçikdir. Bu silsilənin birinci həddi 7 və bütün hədləri natural ədəd olarsa silsilə fərqini tapın. Gəlin, baxaq görək nədir. A1-i 7 verib, bir də S10 haqqında danışır. İlk 10 həddinin cəmi 220-dən böyük, 260-dan kiçikdir. Gəlin, birinci S10 tapaq. 2A1 üstə N çıx 1 D böl 2 vur N. Yəni 2 vur 7, 14. Üstə gəl N çıx 1, 10 çıx 1, 9. D böl 2 vur 10. Deyir ki, 260-dan kiçikdir. 220-dənsə böyükdür. Bu 10-un. Deməli, nə edə bilərik? Elə bu sıfırları hər tərəfi 10-a bölək. Bu sıfırlar geçsin. 22, 14 üstə 9 D böl 2. Burada isə 26. Hər tərəfi 2-yə də vuraram ki, məxrəzdəki 2-dən canımız qutarsın. Onlar 44. 14 üstə 9D və 52. Hər tərəfdən də 14 çıxarıq ki, D-ni tək saxlayıb tapaq. 30, 9D və 52-dən 14 çıxanda bizə verəcək 38. Hər tərəfi də 9-a bölərəm. Hər tərəfi 9-a bölsək, böl 9, böl 9, böl 9. 9-a böləndə ixtisar gedər, qalar 3-də 10. Bu deyir 3,3-də 1. D və 38-i 9-a böləndə 4,9-da 2 eləyir. Silsilə fərqini tapın. Yəni, bu aralıqda olan natural ədəd sözünün də dediyinə görə hansı ədəd götürəcəyik? 4. Cavab C variantı. Baxaq növbəti 29-cu suala, sonuncu sualımıza. Müsbət hədli silsilənin ilk 21 həddinin cəmini tapın, getdik. A11, A13. Biz bilirik ki, qıraqdakıların cəminin yarısı ortadakını verir. Ya belə yazarıq, ya da üçünü də açarıq. Mən üçünü də açıram. A1 üstəyəl 10D, üstəyəl A1 üstəyəl 11D, üstəyəl A1 üstəyəl 12D bərabərdir A11 vur A12. 3A1, bu hissə bizə verdi. 3A1 üstəyəl deməli 33D bərabərdir A11 vur A12. 3A1 3 vurulsun A1 üstəyəl 11D bərabərdir A11 vur A12. Bu hissə bizə A12-ni verir. 3 vur A12 bərabərdir A11 vur A12. A12-ləri silərəm, qalar A11 bərabərdir 3-ə. Getdik S21, ilk 21 həddin cəmini istəyir. S21 də bərabərdir 2A1 üstə gəl N çıx 1, yəni 21 çıx 1, 20D böl 2 vur N bərabərdir. 2-ni ortaq çıxardaram. A1 üstə 10D böl 2 vur 21. 2-ləri aparsam, qalar bu hissə bizə nə verəcək? A11. A11 vur 21. Yəni 3 vur 21, cavab 63. Bu qədər.
Silsilə mövzusundan qəbula düşmüş suallardan da bu qədər. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Növbəti imtahanlarda hamınıza uğurlar.